Salam değerli dostlar. Pass English Exams kanalına hoş gelmişsiniz. Bu video dersimizden isim mövzusunu devam edirik. İngiliz dilinin qrammatikasında isim hakkında daha bir mövzu ilə countable and uncountable isimlərlə tanış olacaq. Azərbaycan dilində isimlər sayılan və sayılmayan növlərə bölünmədiyi üçün, dilimizdə belə bir qrammatik mövzu olmadığı üçün countable və uncountable nouns teması biraz çətinliklə başa düşülür. Bu videoda bu çətinliyi mümkün qədər sadələşdirməyə çalışacağam. İndi isə gəlin mövzumuza başlayaq. İsimə aid birinci dərsimizdə qeyd etdik ki, countable and uncountable nouns ismin sinifləndirilməsində semantik qrupa daxildir. Yəni bu dərsdə biz ingilis dilində ismin məna çalarlarına, incəliklərinə əsaslanaraq sayıla bilən və ya sayıla bilməyən olduğunu, onların hansı qaydalarla cümlədə işləndiyini öyrənəcəyik. Countable nouns. What is countable noun? Sayılan isim nədir? Sayılan isimlər sayılması mümkün olan əşyaları, a book, a table, a spoon, insanları, a man, a woman, a child, a friend, peşələri, a doctor, a lawyer, an engineer, yerləri, a continent, a country, a city, a village, təbiət hadisələrini, an earthquake, a hurricane, a storm, cəmiyyət hadisələrini, a meeting, an accident, a concert, a revolution, heyvanları, a dog, a horse, a tiger kimi sözləri ifadə edən isimlərdir. Təkdə və cəmdə artikellarla işlənə bilirlər. A, and, the artikelları ilə. Mübtəda funksiyasında xəbərlə kəmiyyətdə uzlaşırlar. Many, çox, a few, biraz, few, az kimi miqdar sözləri ilə sayılan isimlər işlənirlər və sayılan isimlərə how many sualı ilə başlayan suallar verilir. Uncountable nouns, sayılmayan isimlər, mücərrəd anlayışları, maye, qaz, sərt cisimləri, dənəcikləri, rice, məsələn, düyü, çox, əhəng, corn, qarğıdalı, dirt, kir, dust, toz və bu kimi sözlər və s. sayıla bilməyən anlayışları ifadə edən isimlərdir, sayılmayan isimlər. Onlar yalnız təkdə işlənirlər, cümlədə xəbərlə kəmiyyətdə uzlaşırlar, yəni həmişə sayılmayan ismin yanında xəbər də təkdədir. Yalnız müəyyən artikellə, the artikeli ilə istifadə edilə bilirlər. Much, çox, a little, biraz, little, çox, az kimi miqdar ifadələri ilə işlənirlər. İndi isə dostlar, gəlin baxaq sayılmayan isimlər hansı kateqoriyadan olan isimlərdir. Liquid, maye, tea, coffee, water, juice, petrol, oil, shampoo, solids, sərt cisimlər, ice, buz, gold, qızıl, iron, dəmir, silver, gümüş, glass, şüşə, wood, taxta, sand, qum, paper, kağız, coal, kömür, qazlar, steam, buxar, air, hava, oxygen, oksigen, natural gas, doğal təbii qaz, grains, dənələr, indicə oxuduq bu sözləri, rice, çox, corn, dirt, dust, abstract concepts, mücərrəd anlayışlar, bunları keçən dərsimizdə öyrəndik, luck, şans, courage, cəsarət, fear, justice, happiness, love, friendship, beauty, punishment, cəza, noise, səsküy, dünya dilləri. Dünya dilləri sayılmayan isimlərdir. Spanish, English, Russian, Azərbaycan. Elm sahələri, chemistry, kimya, physics, fizika, mathematics, geography. Xəstəliklər, flu, measles, qızılca, pneumonia, zatürə, natural phenomena, doğal təbiət hadisələri, rain, snow, thunder, lightning, ildırım, şimşək,
sunshine, günəş şüası, weather, hava, dew, şeh, fog, duman və s. İdman növləri: tenis, hockey, basketbol, soccer, futbol. Qida: food, bread, cheese, meat, lemon. Activities, fəaliyyətlər: driving, sürücülük, swimming, shopping və s. və digər yenə də sözlər: money, furniture və s. Bütün bu kateqoriyadan olan isimlər sayılmayan isimlərdir. Gördüyünüz kimi dostlar, sayılmayan isimlər mənasından başa düşülür ki, bunlar sanki bir xam malı ifadə edirlər. Yəni forması olmayan, saymaq mümkün olmayan, amma materialı ümumiyyətlə bir xam mal kimi ifadə edirlər. Və belə bir isimləri cümlədə onlara müəyyənlik gətirmək, müəyyən bir qədər, say, kəmiyyət ifadəsi vermək üçün ingilis dilində miqdar və kəmiyyət ifadələri var. Onlardan bir neçəsini mən dərsdə qeyd edəcəyəm. Bütünlüklə ifadələr, miqdar və kəmiyyət ifadələri və söz, cümlələr, sayılan və sayılmayan isimlərin xüsusiyyətləri haqqında sözlər, onların cümlələrdə necə işlənməsi, xəbərlə onların necə uzlaşması, kəmiyyətdə necə uzlaşması, bütün bunlar haqqında məlumatı ayrıca bir konspekt hazırlayıb PDF formatında Telegram səhifəmə yerləşdirmişəm. Orada siz onu yükləyib istifadə edə bilərsiniz. Video dərsdə bu mövzunun bütün xüsusiyyətlərini izah edirəm, bütün əsasını. Amma bunu daha dərindən öyrənmək üçün siz o konspekti yükləyib oxusanız daha mövzu sizə anlaşılır olacaq. A piece of advice, bir məsləhət, a piece of information, bir məlumat və ya xəbər. A piece of furniture, bir neçə mebel parçası, məsələn, oturacaq ya dolab, masa və s. kimi. A bit of time, biraz zaman. A bit of luck, biraz şans. A loaf of bread, bir çörək. A cup of tea, coffee, bir fincan çay, kofe. A bottle of water, wine, bir şüşə su, şərab və s. A barrel of petrol, neft barreli, bir barrel neft. Bu ifadələr həm sayılan, həm də sayılmayan isimlərlə istifadə edilə bilir. Some, biraz, bir neçə. Some books, bir neçə kitab. Some water, biraz su. Birinci sırada olan isimlər sayılan isimlərdir, ikincilər isə sayılmayan. Any apples, hər hansı bir alma. Any milk, bir süd, necə olursa olsun biraz süd. No chairs, heç bir yox olmayan stul. No chairs, heç bir stul. No information, heç bir informasiya, məlumat. A lot of students, çox tələbə. A lot of time, çoxlu zaman. Plenty of people, çoxlu insan. Plenty of water, çox su. Enough chairs, yetərincə stul. Enough money, yetərincə pul. A bit of sugar, biraz şəkər. A bit of advice, biraz məsləhət. Dostlar, sayılan və sayılmayan isimlər mövzusunda həm sayılan, həm də sayılmayan kimi istifadə edilən, işlənən isimlər var. Bir isim həm cümlədə sayılan, həm də sayılmayan ola bilir. Bu cümlənin məzmunundan, mənasından asılı olaraq dəyişir. Belə sözlərə bəzən buqalamun sözlər deyilir. Gəlin onlardan bir hissəsini oxuyaq. Paper, kağız. A paper, qəzet, sənəd. Glass, şüşə. A glass, stəkan. Chicken, ət, yəni toyuq əti. A chicken, artıq quş, yəni heyvanın adı kimi. Toyuq, quş. Iron, dəmir. An iron, ütü. Wood, taxta. A wood, taxta parçası. Stone, daş. A stone, daş parçası. Gördüyünüz kimi bu sırada dostlar sayılmayan isimlər xam malı ifadə edir. Yəni ümumiyyətlə bu materialı ifadə edir. Light, işıq. A light, lampa.
Experience, təcrübə, ümumi mənada təcrübə. An experience, bir hadisə, yaşanan bir hadisə kimi təcrübə, konkret bir təcrübə. Time, zaman. A time, dəfə. Məsələn, 2 times, 10 times, 2 dəfə, 10 dəfə. Work, iş. A work, sənət əsəri, bir əsər. Coffee, ümumiyyətlə coffee. A coffee, bir kofe, yəni bir fincan kofe. Bunlar əsasən danışıq dilində işlənə bilir. E-kofe, e-tea, kap kəlməsi olmadan, yəni fincan olmadan da biz e-kofe, e-tea deyə biliriz. Hair, ümumiyyətlə saç. E-hair, bir saç. Cake, ümumiyyətlə bir tort. Ümumi mənada. E-cake, bir tort. Two cakes, 2 tort. The artiklı, bir də sayılmayan isimlər. Dostlar, the artiklı müəyyənlik artiklıdır. İsmə müəyyənlik mənası verir. Uncountable isə sayılmayan isimdir. Sayılmayan ismin anlamında qeyri-müəyyənlik var. İndi gəlin baxaq, görək bu iki müxtəlif anlayışlar daşıyan artikl və sayılmayan isim cümlədə necə məna ifadə edir. The water in this bottle is cold. Bu şüşədəki su soyuqdur. The information you gave me was useful. Sənin mənə verdiyin məlumat, informasiya faydalı idi. The music in this restaurant is too loud. Bu restorandakı musiqi səsi çox yüksəkdir. The advice she gave me helped a lot. Sənin verdiyin məsləhət mənə çox kömək etdi. The weather today is perfect. Bugünkü hava mükəmməldir. The furniture in my room is new. Mənim otağımdakı mebel təzədir. The money you lent me is on the table. Sənin mənə verdiyin borc pul masanın üstündədir. The knowledge he has is impressive. Onun sahib olduğu, bildiyi bilik çox faydalıdır. Keyfiyyətlidir. The air in the city is polluted. Şəhərin havası kirlidir. The rice in this dish is overcooked. Bu boşqabdakı düyü çox bişirilib. Gördüyünüz kimi dostlar, the artiklının mənasında əslində məhz tərcüməsi var. Məhz bu su, məhz bu mebel və s. Bu şəkildə sayılmayan ismin mənasına müəyyənlik verir. Bu video dərsimiz sona çatdı. Sağ olun. Gələn dərsimizdə görüşənə qədər.